Yezekel 20-ci fəsil. Xəyanətkar İsrail. Sürgünlüyümüzün 7-ci ilində 5-ci ayın 10-cu günü İsrailin bəzi ağsaqqalları Rəbdən soruşmaq üçün gəlib önümdə oturdu. Mənə Rəbbin bu sözü nazil oldu. Ey bəşəroğlu, İsrail ağsaqqallarına söyləyib bildir ki, Xudavənd Rəbb belə deyir. Siz məndən soruşmağa gəldinizmi? Varlığıma and olsun ki, mən sizin çağırışınıza cavab verməyəcəyəm. Xudavənd Rəbb belə bəyan eləyir. Onları mühakimə eləyəcəksənmi, ey bəşəroğlu, mühakimə eləyəcəksənmi? Onlara atalarının iğrənc işlərini bildirib söylə ki, Xudavənd Rəbb belə bəyan eləyir. O gün mən İsraili seçdim, Yaqub nəslinin övladlarına and içdim. Misir torpağında özümü onlara aşkar elədim və Allahınız Rəbb mənəm deyə and içdim. O gün söz verdim ki, onları Misir torpağından özləri üçün nəzərdə tutduğum bütün ölkələrdən gözəl olan süd və bal axan torpağa çıxaracağam. Mən onlara dedim, hər kəs gözünə xoş gələn iğrənc şeyləri atsın. Özünüzü Misir bütləri ilə murdarlamayın. Allahınız Rəbb mənəm. Ancaq onlar mənə qarşı üsyankar oldu və qulaq asmaq istəmədi. Heç biri gözünə xoş gələn iğrənc şeyləri atmadı və Misir bütlərindən əl çəkmədi. Ona görə mən dedim, Misir torpağında qəzəbimi üstlərinə tökəcəyəm, hədsiz qızğınlığımı onlara göstərəcəyəm. Ancaq mən öz adım naminə elə elədim ki, aralarında yaşadıqları millətlərin gözündə adım ləkələnməsin. Çünki bu millətlərin gözü önündə İsrail övladlarını Misir torpağından çıxarmaqla özümü onlara göstərdim. Mən onları Misir torpağından çıxarıb səhraya gətirdim. Onlara qaydalarımı verib hökmlərimi bildirdim. Əgər insan bu hökmlərə əməl eləsə, onların vasitəsilə yaşayar. Onlara öz şənbə günlərimi də verdim ki, məndən onların arasında əlamət olsun və onları təqdis eləyənin mən Rəbb olduğunu bilsinlər. Ancaq İsrail nəsli səhrada mənə qarşı üsyankar oldu. Qaydalarıma görə rəftar eləmədilər, hökmlərimi rədd elədilər. Əgər insan bu hökmlərə əməl eləyərsə, onların vasitəsi ilə yaşayar. Onlar mənim şənbə günlərimə də heç məhəl qoymadı. Ona görə mən dedim, səhrada onları məhv eləmək üçün qızğınlığımı üstlərinə tökəcəyəm. Ancaq mən öz adım naminə elə elədim ki, millətlərin gözündə adım ləkələnməsin. Çünki bu millətlərin gözü önündə İsrail övladlarını Misirdən çıxarmışdım. Mən də səhrada onlara and içdim ki, onları bütün ölkələrdən gözəl olan, özlərinə verdiyim süd və bal axan torpağa gətirməyəcəyəm. Çünki hökmlərimi rədd elədilər, qaydalarıma görə rəftar eləmədilər və şənbə günlərimə məhəl qoymadılar. Ona görə ki, onların ürəkləri bütlərinə tərəf meyil eləyirdi. Ancaq mənim onlara yazığım gəldi, onları həlak eləmədim və səhrada qırıb çatmadım. Səhrada onların övladlarına dedim, atalarınızın qaydasına görə rəftar eləməyin, hökmlərinə riayət eləməyin və onların bütləri ilə özünüzü murdarlamayın. Allahınız Rəbb mənəm, mənim qaydalarıma görə rəftar eləyin, hökmlərimə riayət eləyin və onlara əməl eləyin. Şənbə günlərimi təqdis eləyin. Qoy onlar mənlə sizin aranızda əlamət olsun. Onda biləcəksiniz ki, Allahınız Rəbb mənəm. Ancaq övladlar da mənə qarşı üsyankar oldu. Qaydalarıma görə rəftar eləmədilər. Hökmlərimə riayət və əməl eləmədilər. Əgər insan bu hökmlərə əməl eləsə, onların vasitəsi ilə yaşayar. Onlar mənim şənbə günlərimə də məhəl qoymadı. Ona görə mən dedim, səhrada onları məhv eləmək üçün qəzəbimi üstlərinə tökəcəyəm, hədsiz qızğınlığımı onlara göstərəcəyəm. Ancaq mən onlardan əl götürdüm və bunu öz adım naminə elədim ki, millətlərin gözündə adım ləkələnməsin. Çünki bu millətlərin gözü önündə İsrail övladlarını çıxarmışdım. Mən səhrada özlərinə and içib dedim ki, onları millətlər arasına yayacağam, ölkələr arasına səpələyəcəyəm. Çünki onlar hökmlərimə əməl eləmədi, qaydalarımı rədd elədi. Şənbə günlərimə məhəl qoymadı və gözləri atalarının bütlərinə dikildi. Mən də onlara xeyirli olmayan qaydalar və həyat verə bilməyən hökmlər verdim.
İmkan verdim ki, hər ilk doğulan övladı oddan keçirərək, qurban elədikləri hədiyyələrlə özlərini murdarlasınlar. Bunu elədim ki, onları dəhşətə salım, qoy bilsinlər ki, Rəbb mənəm. Ey bəşər oğlu, buna görə də İsrail nəslinə müraciət eləyib söylə ki, Xudavənd Rəbb belə deyir: Atalarınız bununla yenə xəyanət eləyərək mənə küfr elədi. Mən onları vəd elədiyim torpağa gətirəndə, hər yüksək təpəni, hər qollu budaqlı ağacı görüb, qurbanlarını orada kəsdilər. Mənim qəzəbimə səbəb olan qurbanlarını orada təqdim elədilər. Ətirli təqdimlərini orada qoydular və içmə təqdimlərini orada səpdilər. Ona görə mən onlara dedim, getdiyiniz o səcdəgah nədir? Bura indiyə qədər Bama adlanır. Buna görə də İsrail nəslinə söylə ki, Xudavənd Rəbb belə deyir: Siz atalarınızın yolu ilə gedib, onların iyrənc işləri ilə pozğunluq eləyərək özünüzü murdar eləyərsinizmi? İndiyə qədər hədiyyələr gətirərək, oğullarınızı oda qurban verərək, özünüzü bütlərinizlə murdar eləyirsiniz. Hələ bununla da məndən soruşmaq istəyirsiniz, ey İsrail nəsli? Xudavənd Rəbb bəyan edir: Varlığıma and olsun ki, məndən soruşmağınıza icazə verməyəcəyəm. Ağlınıza gələn şey heç vaxt həyata keçməyəcək. Siz deyirdiniz, millətlər, yadilli tayfalar kimi biz də ağaca və daşa sitayiş edəcəyik. Xudavənd Rəbb bəyan edir: Varlığıma and olsun ki, sizin üzərinizdə qüdrətli əllə, uzanan qolla və güclü qəzəblə hökmən padşahlıq eləyəcəyəm. Mən sizi qüdrətli əllə, uzanan qolla və güclü qəzəblə xalqlar arasından çıxaracağam. Səpələndiyiniz ölkələrdən bir yerə toplayacağam. Sizi xalqların səhrasına gətirəcək və orada üz-üzə mühakimə eləyəcəyəm. Atalarınızı Misir torpağının səhrasında necə mühakimə elədimsə, sizi də eləcə mühakimə eləyəcəyəm. Xudavənd Rəbb belə bəyan edir: Sizi əsanın altından keçirəcək və əhdlə bağlayacağam. Sizin aranızdan mənə qarşı üsyankar olanları və qanunsuzluq eləyənləri ayıracağam. Onları müvəqqəti qaldıqları ölkədən çıxaracağam, ancaq İsrail torpağına girməyəcəklər. Onda biləcəksiniz ki, Rəbb mənəm. Xudavənd Rəbb belə deyir: Siz, ey İsrail nəsli, gedin, hər biriniz öz bütlərinizə qulluq eləyin. Ancaq bundan sonra mənə qulaq asacaq, hədiyyələriniz və bütlərinizlə bir daha müqəddəs adımı ləkələməyəcəksiniz. Xudavənd Rəbb bəyan edir: Müqəddəs dağım olan İsrailin uca dağında, həmin ölkədə hamı, bütün İsrail nəsli mənə qulluq eləyəcək. Orada olanlardan razı olacağam. Bütün müqəddəs şeylərinizlə birgə təqdimlərinizi və ən seçmə hədiyyələrinizi sizdən qəbul eləyəcəyəm. Sizin arasında çıxardığım və səpələndiyiniz ölkələrdən topladığım zaman ətirli təqdim kimi sizdən razı qalacağam. Millətlərin gözü önündə sizin aranızda müqəddəs tutulacağam. Sizi atalarınıza verməyi vəd elədiyim torpağa, İsrail torpağına gətirdiyim zaman biləcəksiniz ki, Rəbb mənəm. Orada əməllərinizi və bütün işlərinizi yada salacaqsınız. Bu işlərlə siz özünüzü murdar elədiniz. Elədiyiniz bütün pisliklərə görə öz-özünüzdən iyrənəcəksiniz. Ey İsrail nəsli, pis əməllərinizə və pozğun işlərinizə görə deyil, ancaq öz adım naminə sizlə belə rəftar eləyəndə biləcəksiniz ki, Rəbb mənəm, Xudavənd Rəbb belə bəyan edir. Mənə yenə Rəbbin sözü nazil oldu. Ey bəşər oğlu, üzünü cənuba doğru çevirib cənuba tərəf danış və Negev meşəsinə qarşı peyğəmbərlik elə. Negev meşəsinə söylə ki, Rəbbin sözünü dinləsin. Xudavənd Rəbb belə deyir: Mən sənin içində od yandıracağam və səndə olan bütün yaşıl və quru ağacları yandırıb yaxacaq. Alışan alov sönməyəcək. Cənubdan şimala qədər bütün üzlər odda qovrulacaq. Bütün bəşər görəcək ki, odu mən Rəbb alışdırdım və o sönməyəcək. Mən dedim, ah, ya Xudavənd Rəbb, onlar mənim barəmdə belə deyir. Bu adam ancaq məsəllərlə danışır, elə deyilmi?